Bu şeirimi qardaşım Mətləbin nəvələrinə həsr eləmişəm. Şeirin müəllifi şairə Səidə Əşrəf qızıdır. Qardaşımın nəvəsi, evdən gəlsin gür səsi, duyulsun xoş nəfəsi, Tanrı qorusun sizi. Nazim balamla Nihat, Tanrı verən şirin pay, biri günəş, biri ay, kim olar onlara tay? Necə şirin şəkərdir, Nazim çox küsəyəndir, Nihat balam dəcəldir, hər ikisi gözəldir. Qardaşımın qəlbidir, döyünən nəfəsidir, barının bəhrəsidir, ən əziz nəvəsidir. Onlar dəcəllik edər, baba nənə əzizlər, anası nazın çəkər, şirin şəkər körpələr. Nihadın 5 yaşı var, məktəbə gedir onlar, gah yüyürər, gah qaçar, öz uşaq dünyası var. Atasını çox sevirlər, birlikdə əylənirlər, ərkönlü gedirlər, beləcə böyüyəcəklər. Şirin şəkər körpələr, şirin şəkər körpələr.